Qardaşım, siz təsəvvür edirsiniz avr. Həmin yerdə 120 min sahabə. Hesab eləyək ki, yarısı dağılmışdı. Hərəsi bir yana, çünki qayıdırlar həcdən. Yarısı nə qədər eləyir? 60 min. 60'ı da 40 min. 40 min sahabənin içərisində Allahın Rəsulu şahidlik edir ki, Əli məndən sonra xəlifədir. Hə? 40 min sahabənin içərisində. Əmr edir, vəsiyyət edir, tövsiyə edir. Necə deyirlər desinlər qoy. 40 min sahabənin içərisində. Niyə olmadı? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daimu ala a'daihim ecma'in. Muharrem ayının gəlişi münasibətilə İmam Zaman Acəlallahu Teala Fərəcəhu Şərif başda olmaqla bütün müsəlman ümmətinə, əhl-i beyt sevərlərə xüsusilə təsliyyət deyirik. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və əhl-i beytdən ayrı salmasın. Aleyhimussalam ilahə amin. Bildiyiniz kimi Vəhhabilərin Qədürxumla bağlı müəyyən bir şübhələri var ki, Qədürxum günlərində qeyd eləmişik. Neçə il bundan əvvəl hər il xüsusilə Qədürxum günlərində bu barədə danışırıq və şübhələri rədd edirik. Hörümçək torundan da zəif şübhələri var ki, əlhəmdülillah rədd eləmişik, rəddiyə vermişik. Bu şübhələrdən biri bundan ibarətdir. Deyirlər ki, neçə min nəfər Qədürxumda əgər şahid olmuşdursa ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mən kimin rəhbəriyəm, ağasıyam, başçısıyam, Əli də onun başçısıdır, xəlifəsidir, ağasıdır. Əgər bu mənada deyibsə, niyə görə ondan sonra və səhabələr İmam Əlini əleyhissalam xəlifə seçmədilər? Biz bu barədə Qədürxum günlərində çox danışmışıq və qeyd eləmişik ki, hətta Təbərin özündə, tarix kitabında və digər tarix kitabları hansı ki, Qədürxumdan bəhs edən tarix kitabları, yəni Qədürxum hadisəsini nəql eləyən ilə baxsanız tarix kitablarında və Peyğəmbərdən sonra Hicri 11-ci ildə ki, vəfat elədi sallallahu aleyhi və səlləm, həmin ildən danışan tarix kitablarına baxsanız, elə Əhl-i-Sünnənin öz tarix kitabları. Orada Əhl-i Beytlə aleyhimussalam Əbu Bəkirin, yəni yeni qurulmuş hökumətin zahiri xəlifə olan Əbu Bəkirin haqqındakı ixtilafları görə bilərsiniz. İstər Şiə mənbələrində olsun, istər Əhl-i-Sünnənin tarix kitablarında olsun, istər Səhih Buxarıda, Müslimdə olsun, Fədək söhbəti, Əbu Bəkirə beyət etmədilər, xanım Zəhra səllallahu aleyhə ondan küstü 6 ay danışdırmadı, ölənə qədər danışdırmadı daha doğrusu. Müslimdə gəlib bu, gecəykən dəfn edildi, Əbu Bəkirə xəbər verilmədi və s. Bütün bunları bir yerə yığanda zaten məlum olur ki, söhbət nədən gedir? Və hətta Təbəri özü yazır ki, İmam Əlini əleyhissalam dəstəkləyənlər var idi. Hətta Bəni Üməyyədən olanlar onu dəstəkləyənlər var idi. İbn Teymiyyə də bu barədə qeyd eləyir. Bir çox insanlar Ənsar İmam Əli əleyhissalam səs vermişlər, daha doğrusu onun namizədliyini, onun xəlifə olmasını istəyirdilər. Və öz qohum əqrəbəsi, öz nəsli həmçinin. Yəni bu barədə açıq-aşkar mənbələrdə qeyd olunub. Sadəcə Vəhhabilərə onsuz da xeyri yoxdur. Nə gətirirsən bir cür fırladıb vəziyyətdən çıxırlar. Necə ki, Əhl-i Beytlə aleyhimussalam Əbu Bəkir arasında olan inciliyi, xanım Zəhranın səlamullah aleyhə onunla ölənə qədər danışmaması və s. məsələləri necə fırladıblarsa, bu məsələni də zaten fırladırlar. Və arada məsələ nədir ki, qeyd edirlər ki, əgər İmam Əli əleyhissalam xəlifə kimi təqdim edilmişdirsə Peyğəmbər tərəfindən sallallahu aleyhi və səlləm, sahabilər elə onu seçərdilər. Biz ki dedik ki, onun xəlifə olmasını istəyənlər də var idi, amma Peyğəmbərin vəfatından sonra sallallahu aleyhi və səlləm İmam Əli əleyhissalam bir neçə insanla Peyğəmbərin cənazəsi ilə məşğul ikən Əbu Bəkir geri gəlib Səqifədə gözlə qaş arasında məsələni həll etmişdilər. Elə İmam Əli əleyhissalam xəbər vermədən. Sadəcə Vəhhabilərdə insaf, vicdan olsaydı, onlar elə Qədürxumla bağlı sual verməmişdən əvvəl bu sualı verərdilər ki, niyə görə Əbu Bəkir, Ömər digər sahabələrə xəbər vermədən, İmam Əli əleyhissalam xəbər vermədən gözlə qaş arasında xəlifə seçirlər? Nə xəbərdir? Kim xəyanət edəcək sizə? Kimdən qorxursunuz? Tələm-tələsik xəlifə seçirsiniz? Niyə görə İmam Əli əleyhissalam ona xəbər vermirsiniz? O da adlı sanlı sahabilərdəndir. Vəhhabilərə görə sahabələrin ən üstünlərindəndir, ən üstün 4-cü şəxsdir. Nə xəbərdir? Kimdən qorxursunuz? Nə baş verib ki, tələm-tələsi xəlifə seçməyə çalışırsınız? Və bunlar ki soruşurlar, əgər elə olsaydı sahabilər İmam Əlini əleyhissalam xəlifə seçərdilər. Biz deyirik ki, yəni bunu sizlər düşünürlər ki, yəni belə olsaydı sahabilər bunu bilərdilər və imamı xəlifə seçərdilər. Biz bura qədər dediklərimizə bunu əlavə edək ki, sahabilər fərz elə Qədürxumda heç
Mövla rəhbər mənasında yox, sizin dediyiniz kimi dost, sevimli mənasında gəlib. Və səhabilər də bunu eşitdilər orada. Neçə min sahabə eşitdi. Çağırır deyir ki, mən kuntu mevlahu, fəaliyu mevlahu. Bağlanır söhbət. Mən kimin mövlasıyam, sevimlisiyəmsə, Əli də onun sevimlisidir. Qutardı söhbət, qardaşım. Yaxşı, Peyğəmbərin dost, sevimli deməsindən sonra da axı İmam Əlini əleyhissalam sevimli bilmədilər, sevmədilər. Yaxşı, sən deyirsən ki, rəhbər mənasında olsaydı, onlar bunu bilərdilər və rəhbər kimi İmam Əlini görərdilər. Yaxşı, özün etiraf edirsən ki, sevimli, dost mənasında deyib Mövla sözünü. Axı, Peyğəmbərdən bunu eşidən Peyğəmbərin adlı sanlı sahabələri bu sözdən sonra yenə Əlini sevmədilər. Məgər Cəməl döyüşü sevginin əlaməti idi? Sevmək nə deməkdir? Sevmək budur ki, sən istənilən bir şəxsdən gedib soruşsan ki, sən övladını sevirsən, deyəcək, bəli. Sevgi özündən sonra müəyyən məsələlər gətirir. Sevgidən sonra müəyyən məsələlər gəlir. Məsələn, nə? Misal üçün, sən vəhabilərdən soruşsan ki, Peyğəmbəri sevirsən, deyəcək, bəli. Və onun uğrunda canından keçməyə hazır olacaq. Həmçinin Əbu Bəkir, həmçinin Ömər və s. Amma Peyğəmbər mən kimin dostuyam, sevimlisiyəm deməsinə baxmayaraq, Cəməl döyüşündə İmam Əli əleyhissalam düşmən oldular. Deməli, hətta xəlifə mən kimin ağasıyam, başçısıyam, Əli onun xəlifəsidir, mövlasıdır, rəhbəridir desəydi də belə, şeytan fəaldır, hər zaman insanları yoldan çıxardır. Necə ki, Əlini sevin, Əli sizin sevimlinizdir dediyi halda sizə görə Əlini sevmədilər, Cəməl Siffin döyüşünü ortaya çıxartdılar, həmin o sahabilər, sizin xeyli nəsl adlandırdığınız sahabilər. Həmçində rəhbər mənasında da deyilmiş olsa belə, azan insan yenə də azacaqdır və necə ki, azdılar. Elə Kərbəlada da bunu görürük. Baxın, Vəhabilərin Sahihul Buxari kitabında 6695 rəqəmli rivayətlərində güya Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, xayrukum qarni, thumməlləzinə yəlunəhum, thumməlləzinə yəlunəhum. Deyir, sizin ən xeyriniz ey sahabilər, mənim dövrümdə yaşayanlar, yəni sahabilər. Thummə, sonra əlləzinə yəlunəhum, o kəslər ki, onlardan sonra gəliblər, ətbəu tabeinlər. Thumməlləzinə yəlunəhum və sonra onlardan sonra gələnlər, yəni ətbəu tabein, yəni 3 nəsil Peyğəmbəri görənlər, yəni Peyğəmbəri görən sahabilər, sahabiləri görən tabeinlər və tabeinləri görən ətbəu tabein. Bu 3 nəsli xeyirli nəsil hesab ediblər, Buxaridəki rivayətdir. İmam Hüseyn əleyhissalam şəhid olanda həmin xeyirli nəsil var idi. Çünki İmam Hüseyn əleyhissalam özü sahabi idi, ordusunda sahabilər də var idi, tabeinlər də, bəlkə ətbəu tabeinlər də var idi. Yezidin lənətullah aleyh, Ömər Sədin lənətullah aleyh ordusunda da sahabilər var idi, tabeinlər və ətbəu tabeinlər var idi. Biz bunu dəlilləri ilə sübut eləmişik. Fisəbillah YouTube kanalında mənbələri ilə, sünni mənbələrindən gətirib göstərmişik ki, öz alimləri təsdiq ediblər ki, bəli, orada bəzi insanlar sahabi idilər. Sizin xeyrul qurun adlandırdığınız insanlar idilər. Və İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm başqa hədisdə buyurur ki, mən əhəbbəhumə fəqad əhəbbəni və mən əbğədəhumə fəqad əbğədəni, yəni Həsənə vəl-Hüseyn. Hər kim o ikisini sevsə, məni sevib. Hər kim o ikisinə düşmənçilik, buğz, nifrət, kin bəsləsə, mənə düşmənçilik eləyib. Hədis də deyir, sahihun. Əlbani gətirib Əs-Silsilətü's Sahihə kitabında 2895 rəqəmli rivayətdə Əbu Hüreyrədən nəql olunur. Yaxşı, Peyğəmbər bunu dedi, Qədirxumda da deyib ki, mən kimin sevimlisiyəm, Əli onun sevimlisidir. Deməli, bu şəxslər ümmətin sevimliləridirlər. Amma həmin ümmət Cəməldə, Siffində və Kərbəlada Əhl-i Beytə görə nə müamilə elədilər. Bəziləri tərk elədi, kömək eləmədi, müdafiə eləmədi, onunla getmədilər Kufəyə, Kərbəlaya və bəziləri də nədir? Yezidin, Ömər Sədin, Allah onları lənət eləsin, ordusunda iştirak edilər və İmam Hüseynin başını kəsdilər. Peyğəmbər halbuki demişdi, hər kim onları sevsə, məni sevib. Sən deyirsən, ha, Peyğəmbər rəhbər mənasında desəydi, mütləq onlar rəhbər mənasında götürərlər. Yox, elə deyil. O siz şişirtmişsiniz, bütün sahabələri qeydsiz, şərsiz qoymuşsunuz dağ başına, məsum insan kimi qələmə vermişsiniz ki, yəni Peyğəmbərin hər dediyinə əməl edən insanlar olublar. Rəhbər desəydi, rəhbər kimi İmam Əlini görəcəklər. Xeyr, elə deyil. Biz elə demirik onu. Biz deyirik ki, şeytan fəaldır, nə qədər insanları azdırdığı kimi onları da azdırdı. Axırda nəticə nə oldu? Nəticə bu oldu ki, İmam Əli əleyhissalam qarşı Cəməl Siffində çıxdılar. Həmin o dayınız Muaviyə, biri onlardan biri Təlhə, Zübeyr və s. Ondan sonra da Cəməl döyüşündə, ondan sonra da Kərbəla döyüşündə İmam Hüseyn əleyhissalam qarşı çıxdılar və Əhl-i Beytə bu cür xəyanət etdilər. Əhl-i Beytlə bu cür rəftar etdilər. Yəni siz elə düşünməyin, o siz sahabiləri qeydsiz, şərsiz, məsum, paç bilirsiniz. Yəni Peyğəmbərin hər sözünə əməl edən insanlar kimi onlar qələmə vermişsiniz. Xeyr, yanlışdır.
Xeyirli nəsil hesab etdiyiniz şəxslər İmam Əli əleyhissalam qarşı çıxdılar, sonra İmam Həsən əleyhissalam qarşı çıxdılar, sonra İmam Hüseyn əleyhissalam qarşı çıxdılar. Və elə bu onu göstərir ki, hədisiniz özü puçdur, Peyğəmbərə yalan nisbət vermisiniz. Peyğəmbər necə Ömər Səədi xeyirli nəsil adlandırır? Bax, çıxsın bir dənə Vəhabi buna cavab versin. Heç birindən səs soraq yoxdur. Hamısı gizlənir, qorxurlar, çıxıb bu rivayətə cavab vermirlər. Peyğəmbər deyir ki, ən xeyirliniz kimlərdir? Ömər Səd tabein olub və yaxud da sahabilər, Təlhə, Zübeyir və bunlar gəliblər Əhl-i Beytlə vuruşublar. Çıxırlar, fırladırlar. Yəni siz Cəməl Siffin döyüşü necə fırladırsınız? Peyğəmbər rəhbər mənasında desəydi də o cür fırladacaqdınız da. Yəni göçsün əlinizdə bu nədir ki? Su içməkdən asan bir şeydir. Yaxşı, çıxın bu rivayətə cavab verin. Peyğəmbər deyir, sahabilərdən sonra ən xeyirli nəsil kimdir? Tabeinlər, İmam Hüseyn əleyhissalam dövründə yaşayanlar. Ən xeyirli nəsil gəldilər Əhl-i Beytin başını kəsdilər. Bunlar da xeyirli nəsil. Ya çıxın deyin ki, hamısına aid deyil. Hamısına aid deyil desəniz, deməli sahabilər də eyni şəraitdədirlər. Sahabilərin də heç də hamısı xeyirli nəsil deyil. Yox, əgər sahabilərin hamısını xeyirli nəsil hesab edirsinizsə bu və bu kimi rivayətlərə görə, onda gərək siz elə Ömər Səədi də xeyirli hesab edəsiniz. Deyəsiniz ki, İmam Hüseyn əleyhissalam başını kəsib xeyirli insandır. Çünki Peyğəmbər deyib ki, ən xeyirliləriniz mənim dövrümdə yaşayanlar, sonra sahabilərdən sonra gələn tabeinlər və ətbəu tabeinlər. Ona görə də bu şübhələri puçdur, hörümçək torundan da zəif bir şübhədir. Özlərini biabır eləyiblər bu şübhə ilə və bu oxuduğum rivayətlə, xeyrukum qarn rivayəti ilə özlərini rüsvay eləyiblər. Və hünərləri də yoxdur ki, çıxsınlar bu məsələyə cavab versinlər. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.